Həyatınızda sizi hansı sürprizlərin gözlədiyini bilmək istəyirsiniz? Bəlkə də ulduzlar sizə çoxdan gözlədiyiniz bir xəbərin gələcəyini, yeni bir sevginin qapınızı döyəcəyini və ya maliyyə ilə bağlı mühüm fürsətin yaxınlaşdığını xəbər verir. Amma diqqət edin. Bəzi bürclər üçün kiçik bir səhv bütün planları poza bilər. Hansı bürclər böyük uğur qazanacaq, kimlər isə ehtiyatlı olmalıdır? Bunu öyrənmək üçün videonu sonadək izləyin. İndi isə gəlin, bütün bürclərin sabahki taleyinə birlikdə nəzər salaq. Qoç. Bugün Qoç bürcü üçün son dərəcə uğurlu və məhsuldar günlərdən biri ola bilər. Hadisələr elə inkişaf edəcək ki, uzun müddətdir sizi düşündürən bir çox məsələ tədricən öz həllini tapmağa başlayacaq. Günün ilk saatlarından etibarən özünüzü daha enerjili, daha inamlı və gələcəyə nikbin baxan hiss edəcəksiniz. Qarşınıza çıxan fürsətləri vaxtında görmək və onlardan düzgün istifadə etmək bacarığınız sizə mühüm üstünlük qazandıracaq. Bugün taleyin sizə təqdim etdiyi imkanları dəyərləndirsəniz, yaxın gələcəkdə bunun müsbət nəticələrini aydın şəkildə hiss edəcəksiniz. Gözlənilməz xəbərlər gününüzü daha da maraqlı edəcək. Alacağınız bir zəng, mesaj və ya təsadüfi eşidəcəyiniz bir xəbər planlarınızı müsbət istiqamətdə dəyişə bilər. İlk baxışda adi görünən bir hadisə sonradan həyatınızda mühüm rol oynayacaq yeni qapılar aça bilər. Buna görə də gün ərzində baş verən heç bir hadisəni kiçik hesab etməyin. Hər qarşılaşmanın və hər söhbətin sizə qazandıra biləcəyi yeni imkanlara diqqətlə yanaşın. İş və peşə fəaliyyətinizdə də uğurlu inkişaf gözlənilir. Uzun müddətdir diqqət tələb edən, lakin müxtəlif səbəblərdən yarımçıq qalan işləri nəhayət başa çatdırmaq üçün əlverişli şərait yaranacaq. Səbir və qətiyyətiniz sayəsində çətin görünən məsələlər belə düşündüyünüzdən daha asan həll olunacaq. Əgər son vaxtlar iş mühitində kimləsə fikir ayrılığı yaşamısınızsa, bugün münasibətləri normallaşdırmaq və qarşılıqlı anlaşma əldə etmək üçün yaxşı fürsət yaranacaq. Səmimi söhbət və düzgün yanaşma köhnə inciklikləri aradan qaldıra bilər. Yeni ideyalarınız da diqqət çəkəcək. Ağlınıza gələn fikirlər təsadüfi olmayacaq və gələcəkdə sizə uğur gətirə biləcək layihələrin əsasını təşkil edə bilər. Əgər uzun müddətdir həyata keçirmək istədiyiniz plan varsa, ilk addımı atmaqdan çəkinməyin. Ulduzlar göstərir ki, bugün başlanılan işlərin nəticəsi özünü çox gözlətməyəcək. Ətrafınızdakı insanlar da təşəbbüskar davranışınızı yüksək qiymətləndirəcək və sizə dəstək verməyə hazır olacaqlar. Maliyyə baxımından da gün ümidvericidir. Gözlənilməz qazanc, əlavə gəlir imkanı və ya gələcəkdə maddi vəziyyətinizi yaxşılaşdıracaq təklif ala bilərsiniz. Bununla belə, qazandığınız vəsaiti düşünülmüş şəkildə idarə etmək və emosional alış-verişdən uzaq durmaq daha doğru seçim olacaq. Bugün ağıllı maliyyə qərarları gələcək rahatlığınızın əsasını qoya bilər. Şəxsi həyatınızda isə harmoniya və sevinc hökm sürəcək. Sevdiyiniz insanla münasibətləriniz daha da istiləşəcək, birlikdə keçirdiyiniz vaxt sizə unudulmaz emosiyalar yaşadacaq. Son günlər aranızda yaranmış xırda anlaşılmazlıqlar varsa, bugün onları aradan qaldırmaq çox asan olacaq. Qarşılıqlı anlayış, diqqət və səmimiyyət münasibətlərinizi daha da möhkəmləndirəcək. Subay qoçlar üçün isə maraqlı tanışlıq ehtimalı kifayət qədər yüksəkdir. Yeni tanış olduğunuz biri ilk görüşdən etibarən diqqətinizi çəkə və gələcəkdə həyatınızda xüsusi yer tuta bilər. Ailə münasibətlərində də isti və mehriban ab-hava hiss olunacaq. Yaxınlarınızla birlikdə keçirdiyiniz vaxt sizə həm mənəvi rahatlıq, həm də yeni enerji verəcək. Uzun müddətdir görüşmədiyiniz qohum və ya dostlarla əlaqə saxlamaq üçün də münasib gündür. Bu görüşlər sizə xoş xatirələr bəxş etməklə yanaşı, gələcək planlarınız üçün də faydalı ola bilər. Səfərlər və gəzintilər üçün də olduqca əlverişli gündür. Qəfil verilən qərarla çıxacağınız kiçik bir səyahət belə sizə gözlədiyinizdən daha çox müsbət emosiyalar qazandıra bilər. Buğa. Bugün həyatınızda müsbət dəyişikliklərin başlanğıcı ola biləcək hadisələr yaşana bilər. Son günlər sizi narahat edən məsələlər tədricən öz həllini tapacaq və gələcəyə daha böyük ümidlə baxmağa başlayacaqsınız. Gün ərzində baş verəcək xoş xəbərlər, maraqlı görüşlər və ilham verici hadisələr əhvalınızı xeyli yüksəldəcək. Özünüzü əvvəlkindən daha inamlı hiss edəcək, qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün lazımi güc və motivasiyanı tapacaqsınız. Ulduzlar bugün sizə göstərir ki, doğru istiqamətdə irəliləyirsiniz və zəhmətiniz qarşılıqsız qalmayacaq. İş və peşə fəaliyyətiniz baxımından da uğurlu gündür.
Uzun müddətdir sizi düşündürən vacib bir məsələni nəhayət həll etmək imkanı yaranacaq. İlk baxışda mürəkkəb görünən problemlər əslində düşündüyünüzdən daha asan həll olunacaq. Siz hadisələrə geniş baxa biləcək, başqalarının görə bilmədiyi yeni imkanları vaxtında fərq edəcəksiniz. Əgər yeni layihəyə başlamaq, işinizi böyütmək və ya peşəkar inkişafınız üçün mühüm qərar vermək istəyirsinizsə, bugün bunun üçün münasib zamandır. Atacağınız ilk addımlar gələcək uğurlarınızın möhkəm təməlini qoya bilər. Bugün intuisiyanız xüsusilə güclü olacaq. Bəzən uzun hesablamalardan daha çox daxili hissləriniz sizə doğru yolu göstərəcək. Qarşınıza çıxan insanlar, edilən təkliflər və gözlənilməz vəziyyətlərlə bağlı ilk təəssüratlarınız çox vaxt doğru olacaq. Buna görə də həm məntiqinizə, həm də ürəyinizin səsinə qulaq asın. Daxili hissləriniz sizi səhv qərarlardan qoruyacaq və doğru seçim etməyinizə kömək edəcək. Maliyyə baxımından gün sabit və ümidvericidir. Böyük gəlirlər olmasa belə gələcək qazanc əldə etməyinizə kömək edəcək imkanlarla qarşılaşa bilərsiniz. Yeni əməkdaşlıq təklifləri, əlavə gəlir mənbələri və ya uzunmüddətli maliyyə planları gündəmə gələ bilər. Bugün verilən ağıllı qərarlar yaxın aylarda maddi vəziyyətinizin yaxşılaşmasına səbəb ola bilər. Bununla belə, xərclərinizi yenə də planlı şəkildə idarə etmək və tələsik alış-verişdən uzaq durmaq faydalı olacaq. Ailə və yaxınlarınızla münasibətlər bugün sizə xüsusi sevinc bəxş edəcək. Uzunmüddətli planları birlikdə müzakirə etmək, gələcəklə bağlı fikirlərinizi bölüşmək üçün çox münasib gündür. Sizi sevən insanlar ideyalarınızı böyük maraqla dinləyəcək, onları dəstəkləyəcək və dəyərli məsləhətlər verəcəklər. Bəzən kənardan eşidilən bir fikir uzun müddətdir tapa bilmədiyiniz həll yolunu göstərir. Buna görə yaxınlarınızın tövsiyələrinə diqqətlə qulaq asın. Şəxsi münasibətlərdə də harmoniya hökm sürəcək. Münasibətdə olan buğalar sevdikləri insanla daha səmimi və açıq söhbətlər edəcək, gələcəklə bağlı ortaq qərarlar qəbul edə biləcəklər. Qarşılıqlı anlayış və etibar münasibətlərinizi daha da möhkəmləndirəcək. Subay buğalar üçün isə maraqlı tanışlıq ehtimalı yüksəkdir. Yeni tanış olduğunuz insan sizdə ilk görüşdən etibarən xoş təəssürat yarada bilər və bu ünsiyyət zamanla ciddi münasibətə çevrilə bilər. Günün yeganə çətin tərəfi bəzi işlərin gözlədiyinizdən daha yavaş irəliləməsi ola bilər. Bu sizi narahat etməsin. Hər prosesin öz vaxtı var və tələsmək bəzən nəticəyə mənfi təsir göstərə bilər. Səbirli olun, başladığınız işi yarımçıq qoymayın və addım-addım irəliləməyə davam edin. Ulduzlar göstərir ki, gecikən nəticələr belə sonda sizi sevindirəcək və zəhmətinizin bəhrəsini mütləq görəcəksiniz. Sağlamlıq baxımından da gün əlverişlidir. Özünüzü daha enerjili və ruh yüksəkliyi içində hiss edəcəksiniz. Əkizlər. Bugün sizi rahatlıq, xoş əhval-ruhiyyə və müsbət emosiyalarla dolu bir gün gözləyir. Son vaxtlar iş və gündəlik qayğılar sizi nə qədər yormuş olsa da, bugün bir qədər nəfəs almaq, özünüzə vaxt ayırmaq və həyatın gözəl tərəflərindən zövq almaq imkanı əldə edəcəksiniz. Ulduzlar göstərir ki, bugünü ağır məsuliyyətlərlə doldurmaqdansa yaxınlarınızla görüşməyə, istirahət etməyə və sizə sevinç bəxş edən işlərlə məşğul olmağa üstünlük verməyiniz daha faydalı olacaq. Məhz belə etdiyiniz halda həm ruhən dincələcək, həm də qarşıdakı günlər üçün yeni enerji toplayacaqsınız. İş və gündəlik fəaliyyət baxımından gün sakit keçəcək. Qarşınıza çıxan adi tapşırıqları böyük çətinlik çəkmədən yerinə yetirəcək, yarımçıq qalan işlərinizi rahat şəkildə tamamlaya biləcəksiniz. Bugün böyük uğurlar və ya taleyüklü qərarlar vermək üçün ideal vaxt olmasa da, gələcək planlarınızı sakit şəkildə nəzərdən keçirmək və yeni ideyalar üzərində düşünmək üçün əlverişli şərait yaranacaq. Əgər yeni təşəbbüsə başlamaq istəyirsinizsə, tək hərəkət etməkdənsə etibar etdiyiniz köhnə tanışların və dostların dəstəyindən istifadə edin. Onların təcrübəsi və məsləhətləri sizə düzgün istiqaməti seçməkdə kömək edəcək. Maliyyə baxımından gün sabit görünür. Böyük gəlir gözlənilməsə də xərclərinizi nəzarətdə saxlaya bilsəniz, hər hansı narahatlıq yaşanmayacaq. Bugün daha çox gələcək maliyyə planları qurmaq, lazımsız xərclərdən uzaq durmaq və imkanlarınızı düzgün qiymətləndirmək üçün münasib zamandır. Tələsik alış-veriş etmək əvəzinə ehtiyaclarınızı bir daha nəzərdən keçirmək daha ağıllı qərar olacaq. Ünsiyyət sahəsində isə ulduzlar sizi olduqca maraqlı hadisələr vəd edir. Gün ərzində yeni insanlarla tanış ola, uzun müddətdir görmədiyiniz dostlarla qarşılaşa və ya sizin üçün faydalı olacaq söhbətlərdə iştirak edə bilərsiniz.
Bəzi tanışlıqlar təsadüfi görünsə də gələcəkdə həm şəxsi, həm də peşəkar həyatınıza müsbət təsir göstərə bilər. Xüsusilə təcrübəli bir insanın verəcəyi məsləhət və ya bölüşəcəyi fikir sizə uzun müddətdir cavabını tapa bilmədiyiniz bir sualı həll etməyə kömək edə bilər. Bugün öyrənməyə açıq olmaq sizə böyük üstünlük qazandıracaq. Başqalarının həyat təcrübəsindən nəticə çıxarmaq, yeni biliklər əldə etmək və fərqli baxış bucaqları ilə tanış olmaq gələcək planlarınıza müsbət təsir edəcək. Elə bir söhbət baş tuta bilər ki, onun təsiri uzun müddət yaddaşınızda qalacaq və həyatınızda yeni istiqamətin başlanğıcı olacaq. Şəxsi münasibətlərdə də xoş dəyişikliklər mümkündür. Münasibətdə olan əkizlər sevdikləri insanla daha çox vaxt keçirəcək, birlikdə maraqlı planlar quracaq və münasibətlərinə yeni rəng qatacaqlar. Qarşılıqlı anlayış və səmimiyyət aranızdakı bağlılığı daha da gücləndirəcək. Subay əkizlər üçün isə romantik tanışlıq ehtimalı kifayət qədər yüksəkdir. Ancaq ulduzlar bildirir ki, hər şey bir qədər də sizin cəsarətinizdən asılı olacaq. Əgər hisslərinizi gizlətməsəniz və ilk addımı atmaqdan çəkinməsəniz, həyatınızda gözəl bir münasibətin təməli qoyula bilər. Ailə münasibətlərində də mehriban atmosfer hökm sürəcək. Yaxınlarınızla birlikdə keçirilən vaxt sizə həm mənəvi rahatlıq, həm də xoş xatirələr bəxş edəcək. Uzun müddətdir təxirə saldığınız ailə görüşü və ya dostlarla planlaşdırdığınız görüş bugün xüsusilə uğurlu keçə bilər. Səmimi söhbətlər və birlikdə keçirdiyiniz xoş anlar əhvalınızı xeyli yüksəldəcək. Sağlamlıq baxımından gün əlverişlidir. Özünüzü gümrah və enerjili hiss edəcəksiniz. Bununla belə, bütün günü hərəkətdə keçirmək əvəzinə istirahətə də vaxt ayırmağa çalışın. Açıq havada gəzinti, sevdiyiniz musiqini dinləmək, kitab oxumaq və ya ailənizlə birlikdə vaxt keçirmək həm fiziki, həm də emosional vəziyyətinizi daha da yaxşılaşdıracaq. Xərçəng. Bugün ümumilikdə uğurlu və məhsuldar keçəcək. Hadisələr istədiyiniz istiqamətdə inkişaf edəcək, lakin ulduzlar xəbərdarlıq edir ki, bu uğurlar öz-özünə gəlməyəcək. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün müəyyən səbir, zəhmət və iradə nümayiş etdirməli olacaqsınız. Əgər çətinliklər qarşısında geri çəkilməsəniz və başladığınız işi yarımçıq qoymasanız, günün sonunda əldə etdiyiniz nəticələr sizi həm sevindirəcək, həm də özünüzə olan inamınızı artıracaq. Bugün atacağınız hər düşünülmüş addım gələcəyiniz üçün möhkəm təməl yarada bilər. İş və peşə həyatınız baxımından vacib qərarlar qəbul etmək üçün münasib gündür. Son vaxtlar diqqət tələb edən məsələləri həll etmək, yarımçıq qalan işləri tamamlamaq və gələcək planlarınızı dəqiqləşdirmək imkanınız olacaq. Gün ərzində müxtəlif xırda məsələlər diqqətinizi yayındırmağa çalışacaq. Ancaq əsas məqsədlərinizi unutmasanız və enerjinizi yalnız həqiqətən vacib olan işlərə yönəltsəniz, gözlədiyinizdən daha böyük uğurlar əldə edə bilərsiniz. Vaxtınızı düzgün idarə etmək bugünün ən mühüm üstünlüklərindən biri olacaq. Maliyyə sahəsində vəziyyət sabit görünür. Böyük gəlirlər gözlənilməsə də əvvəl gördüyünüz işlərin bəhrəsini almaq və ya gələcək qazanc gətirəcək imkanlarla qarşılaşmaq ehtimalı var. Xərclərinizi planlı şəkildə idarə etmək, emosional alış-verişdən uzaq durmaq və gələcəklə bağlı maliyyə planları qurmaq daha faydalı olacaq. Bugün verilən ağıllı qərarlar yaxın zamanda maddi rahatlığınıza müsbət təsir göstərə bilər. Səhər saatlarında özünüzü bir qədər narahat və tərəddüdlü hiss edə bilərsiniz. Bəzi məsələlərlə bağlı qərar vermək çətin görünəcək, hətta öz bacarıqlarınıza şübhə etdiyiniz anlar da ola bilər. Lakin bu vəziyyət uzun çəkməyəcək. Gün irəlilədikcə əhvalınız yaxşılaşacaq, hadisələr sizin xeyrinizə dəyişəcək və narahatlıqlarınızı əvəz edən sevindirici xəbərlər və yeni ümidlər ortaya çıxacaq. Günün ikinci yarısı ilk saatlarla müqayisədə daha uğurlu və daha məhsuldar keçəcək. Ünsiyyət sahəsində sizi maraqlı sürprizlər gözləyir. Gün ərzində yeni insanlarla tanış olmaq, uzun müddətdir görmədiyiniz biri ilə qarşılaşmaq və ya təsadüfi görünən bir söhbətdən böyük fayda əldə etmək ehtimalı yüksəkdir. İlk baxışda adi görünən görüş gələcəkdə həyatınızda mühüm rol oynaya bilər. Buna görə də bugün yeni tanışlıqlara açıq olun və insanlarla ünsiyyətdən çəkinməyin. Bəzən taleyin ən böyük dəyişiklikləri məhz təsadüfi qarşılaşmalardan başlayır. Şəxsi münasibətlərdə isə ulduzlar sizə xoş anlar vəd edir. Münasibətdə olan xərçənglər sevdikləri insanla daha səmimi və yaxın ünsiyyət quracaq, birlikdə gələcəklə bağlı planlar hazırlaya biləcəklər. Aranızda mövcud olan etibar və anlayış münasibətlərinizi daha da möhkəmləndirəcək. Subay xərçənglər üçün isə bugün xüsusilə maraqlıdır.
Yeni tanışlıq ehtimalı çox yüksəkdir və bu tanışlıq adi bir görüşdən daha artıq məna daşıya bilər. İlk baxışdan yaranacaq qarşılıqlı simpatiya qısa zamanda ciddi münasibətə çevrilə bilər. Ailə münasibətlərində də isti və mehriban atmosfer hökm sürəcək. Yaxınlarınızın dəstəyi sizə əlavə motivasiya verəcək. Uzun müddətdir danışmağa fürsət tapmadığınız mövzuları müzakirə etmək, ailə üzvlərinizlə birlikdə vaxt keçirmək və birgə qərarlar qəbul etmək üçün münasib gündür. Onların səmimi məsləhətləri bəzi vacib məsələlərdə sizə düzgün istiqaməti göstərə bilər. Sağlamlıq baxımından gün ümumilikdə əlverişlidir. Günün ilk yarısında hiss etdiyiniz yorğunluq və gərginlik axşama doğru azalacaq. Açıq havada qısa gəzinti, sevdiyiniz insanlarla vaxt keçirmək və ya sizi rahatlaşdıran fəaliyyətlə məşğul olmaq həm fiziki, həm də emosional vəziyyətinizi yaxşılaşdıracaq. Özünüzü həddindən artıq yormamağa və istirahətə də kifayət qədər vaxt ayırmağa çalışın. Şir. Bugün Şir bürcü üçün son dərəcə məhsuldar, enerjili və uğurlu günlərdən biri olacaq. Səhər saatlarından etibarən özünüzü motivasiyalı hiss edəcək, yarımçıq qalan işlərinizi tamamlamaq və yeni məqsədlərinizə doğru addım atmaq üçün kifayət qədər güc tapacaqsınız. Gün ərzində qarşılaşacağınız hadisələr sizə bir daha göstərəcək ki, son vaxtlar çəkdiyiniz zəhmət hədər getməyib. Əldə edəcəyiniz kiçik uğurlar belə özünüzə olan inamınızı artıracaq və sizi daha böyük hədəflərə doğru ruhlandıracaq. İş və şəxsi fəaliyyət sahəsində hər şey planlaşdırdığınız kimi irəliləyə bilər. Uzun müddətdir diqqət tələb edən məsələləri rahatlıqla həll edəcək, gündəlik işlərin öhdəsindən çətinlik çəkmədən gələcəksiniz. Əgər uzun zamandır həyata keçirmək istədiyiniz bir ideya varsa, bugün onun ilk addımlarını atmaq üçün münasib zamandır. Ulduzlar göstərir ki, bugün başlanılan işlər gələcəkdə sizə mühüm uğurlar qazandıra bilər. Əsas odur ki, öz bacarıqlarınıza güvənin və tərəddüd etmədən irəliləyin. Bugün öyrənəcəyiniz yeni biliklər və əldə edəcəyiniz təcrübə yaxın gələcəkdə sizin üçün böyük üstünlüyə çevriləcək. Hər hansı təlimdə iştirak etmək, maraqlı bir kitab oxumaq, peşəkar söhbətlər aparmaq və ya yeni bacarıqlar əldə etmək üçün olduqca əlverişli gündür. İlk baxışda əhəmiyyətsiz görünən bir məlumat belə sonradan iş həyatınızda və ya şəxsi inkişafınızda mühüm rol oynaya bilər. Buna görə də gün ərzində qarşınıza çıxan hər yeni imkandan faydalanmağa çalışın. Mürəkkəb məsələlərin həllində isə bir qədər səbirli olmaq lazımdır. Hər şey istədiyiniz sürətlə baş verməyə bilər. Bəzi problemlərin həlli üçün əlavə vaxt və diqqət tələb olunacaq. Ancaq tələsmədən hər addımı düşünərək irəliləsəniz, ən çətin görünən işlərin belə öhdəsindən uğurla gələcəksiniz. Bugün səbir sizin ən böyük üstünlüklərinizdən biri olacaq. Maliyyə baxımından da gün əlverişli görünür. Böyük qazanc olmasa belə, maliyyə vəziyyətinizi yaxşılaşdıracaq yeni imkanlar yarana bilər. Gələcək planlarınızı qurmaq, xərclərinizi düzgün bölüşdürmək və yeni gəlir mənbələri barədə düşünmək üçün münasib zamandır. Tələsik alış-veriş etməkdənsə uzun müddətli fayda gətirəcək qərarlara üstünlük vermək daha doğru olacaq. Şəxsi münasibətlərdə də müsbət enerji hiss olunacaq. Ailə üzvləri və yaxın dostlarla ünsiyyət sizə böyük zövq verəcək. Son vaxtlar vaxt ayıra bilmədiyiniz insanlarla görüşmək, birlikdə xoş anlar yaşamaq və səmimi söhbətlər etmək münasibətlərinizi daha da möhkəmləndirəcək. Əgər aranızda kiçik incikliklər yaranıbsa, bugün onları aradan qaldırmaq üçün çox əlverişli zamandır. Sevgi həyatında da xoş dəyişikliklər mümkündür. Münasibətdə olan şirlər tərəfdaşları ilə birlikdə romantik anlar yaşayacaq, gələcəklə bağlı maraqlı planlar quracaqlar. Subay şirlər üçün isə yeni tanışlıq ehtimalı kifayət qədər yüksəkdir. Gün ərzində qarşılaşacağınız insanlardan biri sizdə xüsusi maraq oyada bilər və bu tanışlıq zaman keçdikcə ciddi münasibətin başlanğıcına çevrilə bilər. Özünüzü olduğu kimi göstərməkdən çəkinməyin, çünki təbiiliyiniz bugün ən böyük üstünlüyünüz olacaq. Bütün bu məhsuldarlığa baxmayaraq, ulduzlar sizə vacib bir məqamı xatırladır, istirahəti unutmayın. Gün ərzində çox iş görmək istəsəniz də özünüzü həddindən artıq yormayın. Vaxtında verilən kiçik fasilələr həm enerjinizi qoruyacaq, həm də daha səmərəli işləməyinizə kömək edəcək. Bədəninizin və zehninizin dincəlməyə ehtiyacı olduğunu nəzərə alın. Axşam saatları isə günün ən xoş hissəsinə çevrilə bilər. Dostlarla maraqlı görüş, ailə ilə birlikdə keçirilən səmimi vaxt, dəvət alacağınız bir tədbir və ya gözəl təəssüratlar bəxş edəcək əyləncəli proqram sizi gözləyir. Qız.
Bu gün hadisələr gözlədiyinizdən daha sürətli inkişaf edə bilər. Günün əvvəlində elə hiss yaranacaq ki, bir məsələni həll etməmiş digər problem ortaya çıxır. Lakin ulduzlar göstərir ki, ən böyük üstünlüyünüz məhz soyuqqanlılığınız olacaq. Ətrafınızda nə baş verməsindən asılı olmayaraq sakitliyinizi və təmkininizi qorumağı bacarsanız, ən mürəkkəb vəziyyətlərdə belə düzgün qərar verəcək və yaranan çətinlikləri uğurla aradan qaldıracaqsınız. Bugün emosiyalarla deyil, məntiqlə hərəkət etmək sizə böyük üstünlük qazandıracaq. İş və peşə həyatınız baxımından kifayət qədər məhsuldar bir gün gözlənilir. Gözləmədiyiniz anda yeni tapşırıqlar və əlavə məsuliyyətlər ortaya çıxa bilər. İlk baxışda bunlar çətin və yorucu görünsə də, əslində hər problemin həlli var. Siz öz bacarıqlarınız, təcrübəniz və analitik düşüncəniz sayəsində vəziyyəti qısa müddətdə nəzarət altına ala biləcəksiniz. Əgər standart üsullar nəticə verməzsə, yaradıcı yanaşmanız sayəsində başqalarının görə bilmədiyi həll yollarını tapacaq və uğur qazanacaqsınız. Bugün xüsusilə yaradıcılıq tələb edən işlərdə uğur sizin tərəfinizdə olacaq. Fərqli düşünməkdən, yeni ideyalar irəli sürməkdən və qeyri-adi üsullardan istifadə etməkdən çəkinməyin. Ulduzlar göstərir ki, məhz bu cəsarətli yanaşma sizi həm vaxt itkisinə, həm də lazımsız səhvlərə yol verməkdən qoruyacaq. Günün sonunda gördüyünüz işlərə baxanda özünüz də nəticədən məmnun qalacaqsınız. Maliyyə baxımından gün sabit görünür. Böyük qazanc olmasa belə, gələcəkdə sizə gəlir gətirəcək faydalı ideyalar və ya əməkdaşlıq təklifləri ilə qarşılaşa bilərsiniz. Maliyyə məsələlərində tələsmədən qərar vermək, hər detalı diqqətlə araşdırmaq və uzun müddətli plan qurmaq daha doğru seçim olacaq. Bugün əldə etdiyiniz məlumatlar yaxın gələcəkdə maddi vəziyyətinizə müsbət təsir göstərə bilər. Günün ən maraqlı tərəflərindən biri də əldə edəcəyiniz yeni məlumatlar olacaq. Elə xəbərlər eşidə, elə biliklər əldə edə bilərsiniz ki, onlar gələcək planlarınızın istiqamətini dəyişəcək. Bəzi söhbətlər sizə yeni imkanlar açacaq, bəziləri isə uzun müddətdir cavab tapa bilmədiyiniz suallara aydınlıq gətirəcək. Buna görə də gün ərzində diqqətli olun, insanları dinləyin və sizə deyilən faydalı məsləhətləri nəzərdən qaçırmayın. Ünsiyyət baxımından da uğurlu gündür. Yeni tanışlıqlar asanlıqla baş tutacaq və ətrafınızdakı insanlar sizə qarşı xüsusi rəğbət göstərəcəklər. Sizin səmimiyyətiniz, nəzakətiniz və düşünülmüş davranışınız insanlarda xoş təəssürat yaradacaq. Bugün qurulan əlaqələr gələcəkdə həm dostluğa, həm də işgüzar əməkdaşlığa çevrilə bilər. Əgər yeni insanlarla tanış olmaq üçün fürsət yaranarsa, onu qaçırmayın. Şəxsi münasibətlərdə də müsbət enerji hiss olunacaq. Münasibətdə olan qızlar sevdikləri insanla birlikdə xoş vaxt keçirəcək, bir-birlərini daha yaxşı anlayacaqlar. Aranızda olan etibar və qarşılıqlı hörmət münasibətlərinizi daha da möhkəmləndirəcək. Subay qızlar üçün isə maraqlı tanışlıq ehtimalı yüksəkdir. Bugün başlayacaq bir ünsiyyət gözlədiyinizdən daha sürətli inkişaf edə və gələcəkdə ciddi münasibətə çevrilə bilər. Əgər dostlarınız və ya ailəniz sizi gəzintiyə, qısa səfərə və ya maraqlı tədbirə dəvət etsələr, imtina etməyin. Belə görüşlər sizə həm mənəvi rahatlıq gətirəcək, həm də uzun müddət xatırlayacağınız xoş təəssüratlar bəxş edəcək. Yeni məkanlar görmək, fərqli insanlarla ünsiyyət qurmaq və gündəlik qayğılardan bir qədər uzaqlaşmaq əhvalınızı xeyli yaxşılaşdıracaq. Sağlamlıq baxımından gün ümumilikdə əlverişlidir. Tərəzi. Bugün sizin üçün olduqca ümidverici və uğurlu başlayacaq. Səhər saatlarından etibarən özünüzü enerjili, nikbin və ünsiyyətə açıq hiss edəcəksiniz. Ətrafınızdakı insanlarla asanlıqla ortaq dil tapacaq, uzun müddətdir razılığa gələ bilmədiyiniz məsələləri sakit şəkildə həll edə biləcəksiniz. Günün ilk yarısı xüsusilə məhsuldar olacaq və bu vaxt atacağınız addımlar yaxın gələcəkdə sizə mühüm üstünlüklər qazandıra bilər. Ulduzlar göstərir ki, bugün mehriban münasibətiniz və diplomatik davranışınız bir çox qapını sizin üçün açacaq. İş və gündəlik fəaliyyət baxımından da uğurlu gündür. Əgər uzun müddətdir planlaşdırdığınız bir layihə və ya məqsəd varsa, bugün onu yaxınlarınız və ya etibar etdiyiniz insanlarla müzakirə etmək üçün əlverişli zamandır. Sizin ideyalarınız maraqla qarşılanacaq və gözlədiyinizdən daha çox dəstək alacaqsınız. Birgə görüləcək işlər daha sürətli nəticə verəcək və komanda şəklində fəaliyyət göstərmək sizə əlavə motivasiya qazandıracaq. Maliyyə məsələlərində gün sabit görünür. Böyük gəlirlər gözlənilməsə də gələcək qazancınıza təsir edəcək yeni imkanlar və faydalı tanışlıqlar yarana bilər.
Bu gün verilən qərarlar uzun müddətli perspektivdə sizə maddi üstünlük qazandıra bilər. Bununla belə böyük alış-veriş və ya riskli maliyyə qərarları verməyə tələsməyin. Hər detalı diqqətlə qiymətləndirmək daha doğru seçim olacaq. Ünsiyyət baxımından günün ən uğurlu bürclərindən biri siz olacaqsınız. Yeni insanlarla tanış olmaq, maraqlı söhbətlər etmək və fərqli mühitlərdə iştirak etmək üçün çox əlverişli gündür. Elə bir insanla qarşılaşa bilərsiniz ki, onunla tanışlıq gələcəkdə həm dostluğa, həm də işgüzar əməkdaşlığa çevrilsin. Bundan əlavə, gözlənilmədən maraqlı tədbirə, görüşə və ya dəvətə qatılmaq imkanınız yarana bilər. Bu tədbirlər sizə həm yeni tanışlıqlar, həm də uzun müddət xatırlayacağınız gözəl təəssüratlar bəxş edəcək. Şəxsi münasibətlərdə də müsbət enerji hiss olunacaq. Münasibətdə olan tərəzilər sevdikləri insanla birlikdə gələcəklə bağlı planlar quracaq və qarşılıqlı anlayış daha da güclənəcək. Birlikdə keçirilən vaxt münasibətlərinizə yeni rəng qatacaq. Subay tərəzilər üçün isə romantik tanışlıq ehtimalı kifayət qədər yüksəkdir. Yeni tanış olduğunuz biri ilk andan diqqətinizi çəkə və aranızda qarşılıqlı simpatiya yarana bilər. Təşəbbüs göstərməkdən çəkinməyin, çünki bugün cəsarətli addımlar müsbət nəticə verə bilər. Lakin günün ikinci yarısında vəziyyət bir qədər dəyişə bilər. Qarşınıza yeni məsuliyyətlər və əlavə qayğılar çıxa bilər. Bəzi işlər gözlədiyiniz qədər sürətlə irəliləməyəcək, bu isə sizi səbirsizləşdirə bilər. Ancaq unutmayın ki, bugün tələskənlik ən böyük səhv ola bilər. Hadisələri zorla sürətləndirməyə çalışmaq əvəzinə səbirli olun və hər addımı düşünərək atın. Bəzən gecikən nəticələr daha möhkəm və daha uğurlu olur. Əgər qarşınıza çıxan çətinliklərə sakit yanaşsanız, onların düşündüyünüz qədər mürəkkəb olmadığını görəcəksiniz. Sizin diplomatik bacarığınız və məntiqli yanaşmanız sayəsində problemlər bir-bir həll olunacaq. Əsas odur ki, emosiyalara qapılmayın və qərarlarınızı yalnız vəziyyəti tam qiymətləndirdikdən sonra verin. Ailə münasibətlərində də anlayış və qarşılıqlı hörmət ön planda olacaq. Yaxınlarınız sizə dəstək verməyə hazır olacaqlar. Onlarla birlikdə gələcək planları müzakirə etmək, fikir mübadiləsi aparmaq və birgə qərarlar qəbul etmək üçün çox münasib gündür. Onların məsləhətləri bəzi vacib məsələlərdə sizə düzgün istiqamət göstərə bilər. Sağlamlıq baxımından gün ümumilikdə əlverişlidir. Bununla belə, günün ikinci yarısında yaranacaq yorğunluğu nəzərə alaraq özünüzə istirahət üçün də vaxt ayırın. Açıq havada qısa gəzinti, sakit musiqi dinləmək və ya sevdiyiniz insanlarla vaxt keçirmək həm fiziki, həm də emosional vəziyyətinizi yaxşılaşdıracaq. Əqrəb. Bugün Əqrəb bürcü üçün ən vacib məsləhət tələsməmək və hər addımı düşünərək atmaqdır. Hadisələr bəzən istədiyiniz sürətlə inkişaf etməyə bilər, lakin bu, uğur qazanmayacağınız anlamına gəlmir. Əksinə, səbirli davranıb vəziyyəti düzgün qiymətləndirsəniz, sonradan peşman olacağınız qərarlardan uzaq durmuş olacaqsınız. Gün ərzində qarşınıza müxtəlif seçimlər çıxa bilər və onların hər biri ilk baxışda cəlbedici görünə bilər. Buna görə də yalnız ilk təəssürata əsaslanmayın, hər məsələni diqqətlə araşdırın və yalnız bütün faktları dəyərləndirdikdən sonra qərar verin. İş və peşə həyatınızda gözlənilməz vəziyyətlərlə qarşılaşa bilərsiniz. Bəzi məsələlərin həlli düşündüyünüzdən daha çox vaxt aparacaq, müəyyən gecikmələr və maneələr yarana bilər. Bu sizi ruhdan salmamalıdır. Ulduzlar göstərir ki, bugün tələskənlikdən daha çox səbir və planlı hərəkət sizə uğur gətirəcək. Əgər vacib müqavilə imzalamaq, yeni layihəyə başlamaq və ya mühüm qərar vermək fikrindəsinizsə, bütün detalları diqqətlə yoxlayın. Bir neçə saatlıq və ya bir neçə günlük gözləmə sonradan sizi böyük problemlərdən qoruya bilər. Maliyyə məsələlərində də ehtiyatlı olmaq vacibdir. Gözlənilməz xərclər və ya riskli təkliflərlə qarşılaşa bilərsiniz. Bugün böyük alış-veriş etmək, borc vermək və ya maliyyə riski daşıyan qərarlar qəbul etmək üçün uyğun vaxt sayılmır. Büdcənizi planlı şəkildə idarə edin və emosiyalarınızın təsiri altında pul xərcləməyin. Soyuqqanlı yanaşmanız gələcəkdə maliyyə sabitliyinizi qorumağa kömək edəcək. Şəxsi münasibətlərdə müəyyən fikir ayrılıqları yarana bilər. Xüsusilə ailə üzvləri və ya sizə yaxın insanlarla müxtəlif mövzularda baxış fərqləri ortaya çıxa bilər. Bəzən qarşı tərəfin sizi başa düşmədiyini düşünəcək, bəzən də öz fikrinizi qəbul etdirmək istəyəcəksiniz. Lakin unutmayın ki, sərt sözlər və emosional reaksiyalar vəziyyəti daha da gərginləşdirə bilər.
Əgər səbirli davranıb qarşı tərəfi dinləsəniz, ortaq məxrəc tapmaq düşündüyünüzdən daha asan olacaq. Bugün münasibətləri qorumaq haqlı çıxmaqdan daha vacib ola bilər. Sevgi həyatında da anlayış və səbir ön plana çıxır. Münasibətdə olan əqrəblər tərəfdaşlarının hisslərini nəzərə almalı, kiçik anlaşılmazlıqları böyütməməlidirlər. Səmimi söhbət və qarşılıqlı hörmət münasibətlərinizdəki gərginliyi aradan qaldıra bilər. Subay əqrəblər üçün isə yeni tanışlıq ehtimalı olsa da, bu münasibətin necə inkişaf edəcəyini zaman göstərəcək. Buna görə də hadisələri süni şəkildə sürətləndirməyə çalışmayın. İş həyatında olduğu kimi şəxsi inkişaf baxımından da bugün səbir sizə ən böyük üstünlüyü qazandıracaq. Bəzən istədiyiniz nəticənin gecikməsi sizi narahat edə bilər. Ancaq unutmayın ki, möhkəm təməl üzərində qurulan uğurlar həmişə daha uzun ömürlü olur. Bugün atacağınız düşünülmüş addımlar gələcəkdə daha böyük nailiyyətlərin əsasını qoya bilər. Sağlamlıq məsələlərinə xüsusi diqqət yetirmək tövsiyə olunur. Son vaxtlar üzərinizdə yığılan yorğunluq və gərginlik bugün özünü daha çox hiss etdirə bilər. Özünüzü həddindən artıq işlətməyin, bütün məsuliyyəti tək başına daşımağa çalışmayın. Gün ərzində qısa fasilələr vermək, kifayət qədər su içmək, düzgün qidalanmaq və vaxtında istirahət etmək həm fiziki, həm də emosional vəziyyətinizə müsbət təsir göstərəcək. Düzgün gündəlik rejim və balanslı həyat tərzi enerjinizi qorumağa kömək edəcək. Axşam saatları isə günün gərginliyini geridə qoymaq üçün münasib olacaq. Sevdiyiniz insanlarla vaxt keçirmək, sakit mühitdə dincəlmək, açıq havada gəzmək və ya sizi rahatlaşdıran fəaliyyətlə məşğul olmaq daxili tarazlığınızı bərpa edəcək. Günün sonunda anlayacaqsınız ki, hər problemi eyni anda həll etmək mümkün deyil və bəzən ən doğru qərar sadəcə səbir göstərməkdir. Ox atan. Bugün hadisələr ilk baxışda göründüyü qədər sadə olmayacaq. Səhər saatlarında hər şeyin plan üzrə getdiyini, işlərinizin asanlıqla həll olunduğunu və uğurun daim sizin tərəfinizdə olduğunu düşünə bilərsiniz. Lakin gün irəlilədikcə bəzi gözlənilməz çətinliklər ortaya çıxacaq və anlayacaqsınız ki, istədiyiniz nəticəyə çatmaq üçün düşündüyünüzdən daha çox zəhmət sərf etməlisiniz. Buna görə də ilk uğurlara aldanmayın, nəticə çıxarmağa və vacib qərarlar verməyə tələsməyin. Ulduzlar sizə hər addımı diqqətlə planlaşdırmağı və hadisələrin tam mənzərəsini görmədən yekun qərar verməməyi tövsiyə edir. İş və peşə həyatınızda səbir və əzmkarlıq əsas rol oynayacaq. Qarşınıza çıxan maneələr ilk anda sizi ruhdan sala bilər, lakin bu çətinliklər keçici olacaq. Əgər başladığınız işi yarımçıq qoymasanız və sonadək mübarizə aparsanız, günün sonunda zəhmətinizin bəhrəsini görəcəksiniz. Bəzi planlar gecikə, bəzi işlər isə əlavə vaxt tələb edə bilər. Ancaq bu gecikmələr gələcək uğurlarınızın qarşısını almayacaq. Əksinə, hər çətinlik sizə yeni təcrübə qazandıracaq və daha güclü olmağınıza kömək edəcək. Bugün qarşınıza çıxacaq problemlərə emosional deyil, məntiqli yanaşmağa çalışın. Hər hansı məsələ istədiyiniz kimi getmədikdə tələsik qərar vermək və ya planınızı tamamilə dəyişmək doğru seçim olmayacaq. Bir qədər səbir göstərsəniz, hadisələrin gedişi sizin xeyrinizə dəyişə bilər. Ulduzlar bildirir ki, bugün uğurun açarı məhz israr və dözümlülükdür. Təslim olmayan ox atanlar günün sonunda ən böyük qazancı əldə edən tərəf olacaq. Maliyyə baxımından da ehtiyatlı davranmaq tövsiyə olunur. Böyük gəlir və ya gözlənilməz qazanc vədlərinə aldanmayın. Hər hansı maliyyə təklifini qəbul etməzdən əvvəl bütün şərtləri diqqətlə araşdırın. Bugün riskli investisiyalar, düşünülməmiş alış-veriş və ya emosional xərclər üçün münasib vaxt deyil. Pul məsələlərində ağıllı və planlı davranmaq yaxın gələcəkdə sizi lazımsız problemlərdən qoruyacaq. Şəxsi münasibətlərdə isə sözlərinizə xüsusi diqqət yetirməlisiniz. Gün ərzində adi bir zarafat, tələsik deyilmiş bir cümlə və ya düşünülməmiş fikir qarşı tərəf tərəfindən tamamilə fərqli qəbul oluna bilər. Xüsusilə ailə üzvləri və sevdiyiniz insanla ünsiyyətdə daha anlayışlı və səbirli olmağa çalışın. Əgər kiçik anlaşılmazlıq yaranarsa, onu böyütmək əvəzinə sakit şəkildə danışaraq həll etməyə çalışın. Bugün münasibətləri qorumaq üçün bir qədər güzəştə getmək sizə yalnız xeyir gətirəcək. Sevgi həyatında da tələskənlik məsləhət görülmür. Münasibətdə olan ox atanlar tərəfdaşlarının hisslərini nəzərə almalı və emosional qərarlar verməməlidirlər. Subay ox atanlar üçün maraqlı tanışlıq ehtimalı yüksək olsa da, yeni tanış olduğunuz insanlara dərhal tam etibar etmək düzgün olmaz.
İnsanları daha yaxından tanımağa, onların davranışlarını müşahidə etməyə və münasibətlərin təbii şəkildə inkişaf etməsinə imkan verin. Tələsik verilən qərarlar sonradan peşmanlıq yarada bilər. Dostlarla və yaxınlarla münasibətlərdə də diqqətli olmaq faydalıdır. Bəzi insanlar sizdən dəstək və ya məsləhət istəyə bilər. Əlinizdən gələn köməyi göstərsəniz də başqalarının problemlərini öz üzərinizə həddindən artıq götürməyin. Öz maraqlarınızı və şəxsi sərhədlərinizi qorumağı unutmayın. Sağlamlıq baxımından gün ümumilikdə sabit keçəcək. Lakin gün ərzində yaranacaq gərginlik və əlavə məsuliyyət sizi bir qədər yorğun hiss etdirə bilər. Buna görə də imkan tapdıqca qısa fasilələr verməyə, açıq havada gəzməyə və kifayət qədər dincəlməyə çalışın. Axşam saatlarını sakit atmosferdə keçirmək, sevdiyiniz məşğuliyyətə vaxt ayırmaq və yaxınlarınızla birlikdə olmaq həm fiziki, həm də emosional enerjinizi bərpa edəcək. Oğlaq. Bugün hadisələr müxtəlif istiqamətdə inkişaf edə bilər. Bəzi anlarda hər şey istədiyiniz kimi gedəcək, bəzi məqamlarda isə gözlənilməz çətinliklərlə qarşılaşacaqsınız. Ancaq ulduzlar göstərir ki, uğurun əsas açarı məhz özünüzü ələ almaq, soyuqqanlı davranmaq və emosiyalara qapılmamaq olacaq. Əgər yaranan vəziyyətlərə sakit yanaşsanız, qarşınıza çıxan maneələrin düşündüyünüz qədər böyük olmadığını görəcəksiniz. Gün ərzində qazanacağınız kiçik uğurlar belə sizə əlavə motivasiya verəcək və qarşıdakı işlərə daha inamla yanaşmağınıza kömək edəcək. İş və peşə həyatınızda diqqətli olmaq xüsusi əhəmiyyət daşıyır. Qarşınıza yeni tapşırıqlar çıxar, gözlənilməz qərarlar qəbul etmək zərurəti yarana bilər. Belə məqamlarda başqalarının fikirlərini dinləmək faydalı olsa da, son qərarı yalnız öz məntiqinizə və təcrübənizə əsaslanaraq verməyiniz daha doğru olacaq. Kənardan edilən təsirlər sizi yanlış istiqamətə yönəldə bilər. Öz bacarıqlarınıza güvənin və tələsik qərarlar verməyin. Bugün xırda detallara diqqət yetirmək xüsusilə vacibdir. İlk baxışda əhəmiyyətsiz görünən bir məlumat, sənəddəki kiçik qeyd və ya adi bir söhbət sonradan böyük əhəmiyyət kəsb edə bilər. Buna görə də hər işi diqqətlə yoxlayın, sənədləri oxumadan imzalamayın və heç bir detalı gözdən qaçırmayın. Sizin diqqətçiliyiniz bugün sizi mümkün səhvlərdən qoruyacaq və uğura aparan əsas amillərdən biri olacaq. Maliyyə baxımından gün tam sabit olmasa da narahatlığa əsas yoxdur. Gözlənilməz kiçik xərclər və ya planlaşdırmadığınız ödənişlər gündəmə gələ bilər. İlk anda bu sizi narahat etsə də vəziyyət düşündüyünüzdən daha tez həll olunacaq. Büdcənizi düzgün idarə etsəniz, maliyyə balansınızı qorumaqda çətinlik çəkməyəcəksiniz. Böyük risklərdən uzaq durmaq və emosional qərarlarla pul xərcləməmək məsləhətdir. Alış-veriş etməyi planlaşdırırsınızsa, bunun üçün günün ikinci yarısı daha uğurlu görünür. Səhər saatlarında verilən qərarlar tələsik ola bilər, axşama doğru isə vəziyyəti daha aydın qiymətləndirəcək və daha sərfəli seçimlər edə biləcəksiniz. Həm əvvəlcədən planlaşdırdığınız alış-veriş, həm də qəfil yaranan ehtiyaclar üçün günün ikinci yarısı daha əlverişli olacaq. Qiymətləri müqayisə etmək və seçim etmək üçün özünüzə kifayət qədər vaxt ayırın. Şəxsi münasibətlərdə də müstəqil mövqeyinizi qorumaq vacib olacaq. Bəziləri sizə öz fikirlərini qəbul etdirməyə çalışa bilər. Lakin unutmayın ki, həyatınıza aid qərarları ən yaxşı siz verə bilərsiniz. Yaxınlarınızın məsləhətlərini dinləyin, amma seçim edərkən öz hisslərinizi və məntiqinizi əsas götürün. Bu yanaşma sonradan peşman olmamağınıza kömək edəcək. Münasibətdə olan oğlaqlar üçün gün ümumilikdə sakit keçəcək. Sevdiyiniz insanla səmimi söhbətlər etmək, gələcəklə bağlı planlar qurmaq və qarşılıqlı anlaşmanı gücləndirmək üçün əlverişli zamandır. Kiçik fikir ayrılıqları yaransa belə, onları böyütmədən həll etmək mümkün olacaq. Subay oğlaqlar isə yeni tanışlıqlarda tələsməməlidirlər. Qarşı tərəfi daha yaxından tanımaq üçün özünüzə vaxt verməyiniz daha doğru seçim olacaq. Ailə münasibətlərində də anlayış və qarşılıqlı dəstək ön planda olacaq. Yaxınlarınız sizə həm mənəvi, həm də praktik məsələlərdə kömək etməyə hazır olacaqlar. Gün ərzində ailə ilə birlikdə vaxt keçirmək, birgə qərarlar qəbul etmək və gələcək planları müzakirə etmək münasibətlərinizə müsbət təsir göstərəcək. Sağlamlıq baxımından gün ümumilikdə qənaətbəxşdir. Lakin son günlər yığılan yorğunluq özünü hiss etdirə bilər. Buna görə də özünüzü həddindən artıq yormayın, iş və istirahət arasında balans yaratmağa çalışın.
Gün ərzində qısa fasilələr vermək, açıq havada gəzmək və kifayət qədər istirahət etmək həm fiziki, həm də emosional vəziyyətinizi yaxşılaşdıracaq. Dolça. Bu gün ulduzlar sizə cəsarətli olmağı və qarşınıza çıxan heç bir çətinlikdən çəkinməməyi tövsiyə edir. Son vaxtlar təxirə saldığınız və ya həllinin çox çətin olduğunu düşündüyünüz işlərə başlamaq üçün əlverişli zamandır. Ən gözəl tərəfi isə odur ki, bugün uğur qazanmaq üçün mütləq kiminsə köməyinə ehtiyac duymayacaqsınız. Öz bilikləriniz, bacarıqlarınız və zəngin təcrübəniz sayəsində qarşınıza çıxan problemləri tək başına həll edə biləcək, hətta başqalarının mümkünsüz hesab etdiyi məsələlərdə belə uğur qazanacaqsınız. Gün ərzində əldə edəcəyiniz nəticələr özünüzə olan inamınızı daha da artıracaq. İş və peşə həyatınız baxımından olduqca məhsuldar bir gündür. Sizə verilən tapşırıqlara fərqli baxış bucağından yanaşacaq, standart üsulların nəticə vermədiyi yerdə yaradıcı düşüncənizlə çıxış yolu tapacaqsınız. Bu xüsusiyyətiniz sizi digərlərindən fərqləndirəcək. Elə işlər olacaq ki, başqaları onları saatlarla həll etməyə çalışacaq, siz isə düzgün yanaşma sayəsində qısa zamanda uğurla başa çatdıracaqsınız. Rəhbərlik və ya ətrafınızdakı insanlar bacarıqlarınızı yüksək qiymətləndirə bilər. Bugün göstərdiyiniz peşəkarlıq yaxın gələcəkdə yeni imkanların qapısını aça bilər. Yaradıcılıq tələb edən sahələrdə çalışan dolçalar üçün isə gün xüsusilə uğurludur. Yeni ideyalarınız diqqət çəkəcək, fərqli düşüncə tərziniz sizə rəqabətdə üstünlük qazandıracaq. Əgər yeni layihəyə başlamaq və ya uzun müddətdir beyninizdə formalaşan bir fikri həyata keçirmək istəyirsinizsə, bunun üçün çox münasib zamandır. Maliyyə sahəsində də xoş xəbərlər gözlənilir. Gözlənilməz pul daxil olmaları, əlavə qazanc və ya uzun müddətdir sizi narahat edən maliyyə məsələlərinin uğurla həll olunması ehtimalı yüksəkdir. Bundan əlavə, sərfəli alış-veriş etmək, endirimlərdən faydalanmaq və ya uzun müddətdir almaq istədiyiniz bir əşyanı münasib qiymətə əldə etmək şansınız olacaq. Bununla belə, hər zamanki kimi xərclərinizi planlı şəkildə idarə etməyiniz gələcək maliyyə rahatlığınızı qorumağa kömək edəcək. Günün gedişində bəzi gözlənilməz hadisələr planlarınızı dəyişə bilər. İlk anda bu dəyişikliklər sizi narahat etsə də, çox keçmədən anlayacaqsınız ki, hər şey əslində sizin xeyrinizə baş verir. Siz yeni şəraitə çox sürətlə uyğunlaşacaq, vəziyyətdən maksimum fayda əldə etməyi bacaracaqsınız. Məhz çevik düşüncəniz və dəyişikliklərə açıq olmağınız bugün sizə böyük üstünlük qazandıracaq. Şəxsi münasibətlər baxımından da maraqlı hadisələr gözlənilir. Münasibətdə olan dolçalar sevdikləri insanla birlikdə yeni planlar qurar, gündəlik həyatdan uzaqlaşaraq birlikdə xoş vaxt keçirə bilərlər. Qarşılıqlı anlayış və səmimi söhbətlər münasibətlərinizi daha da möhkəmləndirəcək. Subay dolçalar üçün isə ulduzlar xoş sürprizlər hazırlayıb. Gözlənilməz bir tanışlıq qəlbinizi həyəcanlandıra bilər və bu ünsiyyət qısa zamanda romantik münasibətin başlanğıcına çevrilə bilər. İlk baxışdan adi görünən qarşılaşma gələcəkdə həyatınızda mühüm yer tuta bilər. Səfərlər və yolçuluqlar üçün də olduqca əlverişli gündür. Əgər qısa səyahət planlaşdırırsınızsa, onu təxirə salmayın. Yol boyu maraqlı insanlarla tanış olmaq, yeni dostlar qazanmaq və uzun müddət xatırlayacağınız xoş təəssüratlar yaşamaq ehtimalı yüksəkdir. Hətta iş məqsədilə edilən səfərlər belə gözlədiyinizdən daha uğurlu nəticələr verə bilər. Ailə münasibətlərində də müsbət ab-hava hökm sürəcək. Yaxınlarınız sizin uğurlarınıza sevinəcək, sizə dəstək olacaq və vacib qərarlarınızda yanınızda dayanacaqlar. Birlikdə keçirilən vaxt həm sizə, həm də ailənizə xoş emosiyalar bəxş edəcək. Sağlamlıq baxımından gün kifayət qədər uğurludur. Enerjiniz yüksək olacaq və gün ərzində bir çox işi rahatlıqla yerinə yetirə biləcəksiniz. Bununla belə özünüzü həddindən artıq yormamağa çalışın. Balıqlar. Bugün sizin üçün ən vacib keyfiyyət səbir və daxili sakitlik olacaq. Hadisələr bəzən istədiyiniz kimi inkişaf etməsə də, emosiyalarınızı nəzarətdə saxlaya bilsəniz, günün sonunda bir çox uğura imza atacaqsınız. Son vaxtlar yarımçıq qalan işləri tamamlamaq, uzun müddətdir cavab tapa bilmədiyiniz suallara aydınlıq gətirmək və sizi narahat edən problemləri həll etmək üçün münasib zamandır. Ulduzlar göstərir ki, tələsmədən addım-addım irəliləsəniz, qarşılaşdığınız çətinliklər düşündüyünüzdən daha asan həll olunacaq. İş və peşə həyatınız baxımından gün kifayət qədər məhsuldar keçə bilər. Qarşınıza əlavə tapşırıqlar çıxa, uzun müddətdir təxirə saldığınız işləri tamamlamalı ola bilərsiniz.
Bəzən elə hiss edəcəksiniz ki, görüləsi işlər çoxdur və vaxt çatmayacaq. Ancaq düzgün plan quraraq və vacib işləri ön plana çəkərək hər şeyin öhdəsindən uğurla gələcəksiniz. Günün sonunda gördüyünüz işlərə baxanda zəhmətinizin boşa getmədiyini anlayacaq və özünüzlə qürur duyacaqsınız. Bugün uzun müddətdir həllini gözləyən məsələlərdə də irəliləyiş əldə etmək mümkündür. Bir vaxtlar mürəkkəb görünən problemlər indi daha aydın görünəcək və onların həlli üçün doğru yolu tapa biləcəksiniz. Əsas odur ki, ruhdan düşməyin və hər şeyi bir anda həll etməyə çalışmayın. Səbirli davranışınız sizə uğur gətirəcək. Maliyyə baxımından gün sabit görünür. Böyük qazanc və ya böyük xərclər gözlənilməsə də maliyyə məsələlərində diqqətli olmaq faydalıdır. Planlaşdırılmamış alış-verişdən uzaq durmaq, gələcək xərcləri nəzərə almaq və büdcənizi düzgün idarə etmək yaxın zamanda sizə rahatlıq qazandıracaq. Əgər maliyyə ilə bağlı vacib qərar verməlisinizsə, bunu emosiyalarla deyil, hesablamalar əsasında edin. Gün ərzində özünüzü bir qədər yorğun hiss edə bilərsiniz. Son günlər yığılan fiziki və emosional gərginlik bugün daha çox hiss olunacaq. Buna görə də imkan tapdıqca qısa fasilələr verməyə, özünüzü həddindən artıq yormamağa və istirahətə vaxt ayırmağa çalışın. Unutmayın ki, istirahət də uğurun vacib hissəsidir. Ətrafınızdakı insanların davranışı isə bəzən sizi narahat edə bilər. Bəzi insanlar işlərinizə qarışmaq, məsləhət vermək və ya qərarlarınıza təsir etmək istəyəcəklər. Üstəlik, bunu həmişə nəzakətli şəkildə etməyə bilərlər. İlk anda buna əsəbləşmək istəsəniz də özünüzü ələ almağa çalışın. Emosional reaksiya vermək əvəzinə deyilənləri sakit şəkildə dinləyin. Çünki bugün eşidəcəyiniz bəzi fikirlər ilk baxışda xoşunuza gəlməsə də, sonradan onların nə qədər faydalı olduğunu anlayacaqsınız. Şəxsi münasibətlərdə anlayış və səbir ön plana çıxacaq. Münasibətdə olan balıqlar sevdikləri insanın fikirlərinə daha çox diqqət yetirməli, kiçik anlaşılmazlıqları böyütməməlidirlər. Səmimi söhbət və qarşılıqlı hörmət münasibətlərinizi daha da gücləndirəcək. Subay balıqlar üçün isə yeni tanışlıqlar mümkündür. Ancaq bugün münasibətləri tələsdirmək yox, qarşı tərəfi daha yaxından tanımaq daha doğru olacaq. Ailə münasibətlərində də kiçik fikir ayrılıqları yaşana bilər. Lakin sakit davranışınız və anlayışlı mövqeyiniz sayəsində bu məsələlər böyümədən həll olunacaq. Bəzən yaxınlarınızın tənqidi sizə ağır gələ bilər, amma unutmayın ki, onların məqsədi sizi incitmək deyil, kömək etməkdir. Hər sözdə pis niyyət axtarmayın. Sağlamlıq baxımından gün ərzində enerjinizi düzgün bölüşdürmək vacibdir. Həddindən artıq işləmək və ya emosional gərginlik sizi tez yoracaq. Açıq havada gəzmək, kifayət qədər su içmək, düzgün qidalanmaq və axşam saatlarında dincəlmək həm bədəninizə, həm də ruhunuza yaxşı təsir edəcək. Özünüzə qayğı göstərmək bugün xüsusilə vacibdir.